Salamlayıram hər birinizi. Bugünkü videoda sizlər üçün ədədi silsilədən hazırladığım 50 sualın, bağışlayın 20 sualın izahını verəcəm. İlk sualımız belədir. İlk 3 ardıcıl həddi verilən bu ədədi silsilənin ilk 12 həddinin cəmini tapın. Bilirik ki, ədədi silsilədə hər zaman ortada dayanan hədd özündən eyni uzaqlıqda yerləşən hədlərin cəminin yarısıdır. Burada deməli ilk həddimiz x plus 3, üçüncü həddimiz 3x plus 1 olduğundan a1 plus a3 bölünsün 2 bərabərdir a2'ye. Yəni x plus 3 üstə gələk 3x plus 1 bölünsün 2 bərabərdir 10'dan. Bu zaman 4x plus 4 bərabərdir 20'ye və 4x'imiz 16'ya. X isə buradan 4'e bərabər olur. Bizden ise ilk 12 həddin cəmini istəyir. X'in yerinə 12 yazmaq, 4 yazmaqla ilk həddin buradan deməli silsilə bu şəkildə irəliləyir. İlk həddimiz 7 olur, daha sonra 10 olur və 13 və buradan da görünür ki, silsilə fərqimiz 3'e bərabərdir. Bizdən isə istənilən nədir? S12, 12 həddin cəmi. Hatırlayıq SN düsturunu A1 plus AN bölünsün 2 vurulsun N düsturuna əsasən A1 plus A12 bölünsün 2 vurulsun 12. Ancaq əlimizdə 12-ci hədd yoxdur. Gəlin onu tapaq. A12 bərabərdir A1 plus 11 deyilən. İlk həddimiz 7. Daha sonra 11 vurulsun D'miz 3 olduğundan 12-ci hədd olacaq 40. Yerine yazsak S12 bərabərdir. İlk hədd oldu 7. Sonuncu 12-ci hədd oldu 40. Bölünsün 2 vurulsun 12'den. Burada da ixtisar aparaq. Deməli 47 vurulsun 6. Burada edəcək 2, 4 yadda 24, 4 yadda 28. Yəni 282. Növbəti sual. Üçüncü hədd verilir. S12 verilir, silsilə fərqini istəyir. Deməli biz nə edə bilərik? Öncə S12'ni açaq. Yəni A1 üstə gələk A12 bölünsün 2 vurulsun 12 bərabərdir 306'ya. Daha sonra ixtisar apardıqdan sonra A1 ilə A12 cəmi 306'nı 6'ya bölməklə 51 tapırıq. Bizə isə A3'ü də vermişdi. A3'ü yaza bilərik. A1 üstə gələk, deməli 2D şəklində bərabərdir 15'e. Və bunları tərəf-tərəfə çıxdığımız zaman A1'lər gedir. Deməli bu şəkildə A12 çıxılsın 2D bərabərdir 36'ya. A12 çıxılsın 2D də bizə A10'u verdiyindən A10 da bərabərdir 36. Bu qalsın burada. Bizə isə testin özü A3'ü 15 vermişdir. Və 2 hədd verildiyi zaman D'ni tapdıqda D də bərabərdir A10 çıxılsın A3 bölünsün 10 çıxılsın 3 düsturu ilə 36'dan 15 çıxaraq bölərik 7'ye. Edəcək 21 bölünsün 7'den 3 və silsilə fərqimiz də 3'e bərabərdir. Növbəti ədədi silsilənin ilk 5 həddinin cəmi 15 olarsa 3-cü həddini tapın. Yəni bizə verilən S5'dir. Soruşulan isə A3'dür. Bunu tapacaq. S5'i açaq. A1 üstə gələk A5 bölünsün 2 vurulsun 5 bərabərdir 15'den. Birinci və 5-ci həddin cəminin yarısı. Biraz bunu böyüdək. Verəcək bizə deməli tən ortadakı həddi. Yəni A3'ü. A3 vurulsun 5 bərabərdir 15'dirsə A3 də bərabərdir 3'e. Növbəti ədədi silsilədə 3-cü, 7-ci, 17-ci hədlərin cəmi 72'dir. A3 üstə gələk A7 üstə gələk A17 72'dir. Hədlərimizin sayı oldu 3 dənə. Ona görə ixtiyarımız var ki, sağ və sol tərəfi 3'e bölək. İndekslər də cəmi edəcək 27. 3'e böldüyümüz zaman bizə 9-cu həddi verir. A9 bərabərdir 24'e. S17'ni açaq. S17 bərabərdir A1 üstə gələk A17 bölünsün 2 vurulsun 17'den.
Birinci və 17-ci hədlərin cəminin yarısı bizə 9-cu həddi verir. Vurulsun 17-dən 9-cu həddimiz 24-dür və nəticədə 24-ü 17-yə vuraraq baxaq son rəqəmlərdən sonu 8-dən bitən 408 var variantda. Doğru cavab E variantı. Növbəti birinci və üçüncü hədlərin cəmi 8-dir. A1 plus A3 bərabərdir 8-dirsə, biz sağ və sol tərəfi 2-yə bölərək ortadakı ikinci həddin 4 olduğunu tapırıq. Daha sonra A2 və A4 cəm hasili 40 olaraq verilir. Əgər ikinci hədd 4-dürsə, deməli 4-cü həddə 40-ı 4-ə bölərək 10 tapılır. Buradan da A4 də tapıldı. Etdi 10 və A4 çıxılsın A2 bölünsün 4 çıxılsın. 2-dən də seslə fərqini tapaq. Deməli 10 çıxılsın 4 bölünsün 2. Yəni 3. Buradan da seslə fərqi 3 alınır. Növbəti 3, 7, 11. Dəqiqə testlər. Deməli, neçən sualda qalmışdıq biz burada. Bəli, bu sual idi. S-ni açarsaq, deməli, S-ni açaq. A1 plus AN bölünsün. 2 vurulsun. N düsturda var, ancaq onun digər düsturu bizim üçün daha səmərəli olacaq. 2A1 plus N çıxılsın 1 vurulsun D bölünsün 2 vurulsun N düsturuna əsasən. Deməli, A1-imiz 3-dürsə, 2A1-dən o dəcək 6, üstə gələk, N çıxılsın 1, vurulsun D-miz 4-dür, bölünsün 2, vurulsun N, bərabərdir 300-ə. Yuxarı paylandıqda 4N minus 4-dür və onun üzərinə 6 gələrsək, 4N plus 2, bölünsün 2, vurulsun N, bərabərdir 300-dürsə, edəcək 2N plus 1, vurulsun N bərabərdir 300. Buradan da 2N kvadratı plus N çıxılsın 300 bərabərdir 0. Vurğular ayıraq 2N. Deməli 15 ilə 20 etsək, yox da 20 ilə 15. Yox, ardıcıl olmalıdır. Elə vurğular seçək ki, 12 ilə 25, 12 şəklində ayırıq. 12-ni aşağıya, 25 yuxarıya qeyd edək. Deməli, hasillər mənfi 300 verəcək şəkildə, cəmləri isə çarpaz vurub topladıqda müsbət N-i verəcək şəkildə yazsaq. Deməli, yazırıq. Müsbət isə müsbət 25, mənfi 12. Bəli, ödəndi şərtimiz. Vurğuları 2N plus 25 və N çıxılsın 12-dir. Birinci halda 2N plus 25 bərabərdir 0-dırsa, 2N bərabərdir mənfi 25-ə, N bərabərdir mənfi 12,5-ə, digərinə isə N bərabərdir 12-ə. Həddin nömrəsi də mənfi ola bilmədiyi üçün, yəni digəri kənar kökdür və doğru cavab N bərabərdir 12 alınır. Növbəti 4, 16. Deməli, burada isə bizə 4 hədd verilir. A4, A8, A12 və A16 bərabərdir 224. 4 hədd olduğundan bizim ixtiyarımız var ki, hədlərin sayına bölək. İndekslər cəmi edəcək neçə? 24, 16, 40. 4-ə böldüyümüz zaman 10-cu həddi tapırıq 50, deməli 6. Bu qalsın burada. Bizdən isə S19 istəyir. S19-u A1 üstə gələk A19 bölünsün 2, vurulsun 19 şəklində yazarsaq, birinci və 19-cu hədlərin cəminin yarısı bizə verəcək. A10-u, 10-cu həddi, yəni vurulsun 19, yəni
Yerinə də həddin nömrəsini yazsaq, qiymətini yazsaq, 56 vurulsun 19-dan. Deməli, sonu 4 ilə bitən çox variant var. Onu artıq siz hesablayarsınız. Növbəti sual. A5 və A9 cəmləri 36-dır. Ancaq təəssüf ki, burada 2-yə bölmək alınırmı? Bəli, alınacaq. Deməli, 2-yə bölsək, alırıq biz hansı həddir? A7-ni. A7 bərabərdir 18. Daha sonra A4 isə bərabərdir 9-a. Və bunları tərəf-tərəfə çıxsaq, A7 çıxılsın A4 bərabərdir 18 çıxılsın 9-dan. 3D bərabərdir 9-a, D də bərabərdir 3-ə. Növbəti A5, A7 və A9. Haqq görək toplasaq alınarmı? A5, A7, A9. Cəmi 30 verilir. A7 vurulsun A8 bərabərdir 130-a. Yuxarını 3-ə bölsək, 3 dənə hədd olduğu üçün bizə deməli 21 edir və 3-ə bölük A7. A7 bərabərdir 10. Aşağıda 7-ci həddi 10 olaraq tapdıqsa, 8-ci həddə 133-ü 130-u 10-a bölməklə 13 alacaq. Deməli, A8 də bərabərdir 13-ə. Və A8 çıxılsın A7 də bizə aradakı sislə fərqini verdiyindən, yəni 13 çıxılsın 10-dan, sislə fərqimiz etdi 3. Bundan başqa həm də bizdən A1 istəyir. A1-i də tapmaq üçün A7 çıxılsın 6D yazaraq, yəni 10 çıxılsın 6 vurulsun 3-dən mənfi 8 də birinci hədd olur. Ona görə doğru cavab burada C variantıdır. SN bərabərdir. SN bərabərdir. N kvadratı çıxılsın 3N ədədi silsiləsində 5-ci həddi tapın deyir A5-i. Bilirik ki, AN həm də SN çıxılsın SN-1 düsturunda hesablanır. İlk 5 həddin cəmindən biz 4 həddin cəmini çıxarsaq 5-ci həddi taparıq. S5 çıxılsın S4. Gəlin en gördüyümüz yerə 5 yazaraq S5-i tapaq. 5-in kvadratı çıxılsın 3 vurulsun 5-dən edəcək 10. Daha sonra 4-cü S4-ü yəni 4 həddin cəmi 4-ün kvadratı çıxılsın 3 vurulsun 4-dən. Deməli 16 çıxılsın 12-dən 4 də S4 oldu və yerinə yazsaq 10 çıxılsın 4-dən 5-ci hədd edəcək 6. Burada nə edə bilərik? Baxın, yəni hədlərin sayına bölməyəcəm. Bunları sistem alıb tərəf-tərəfə çıxdığımız zaman, yəni alt-alta yazaq A1 plus A2 plus A3 plus A4 bərabər 28. Gəlin bunu 6 hissədə yazım. Yəni bu şəkildə verilməsinə baxmayaq. Yerlərini dəyişəcəm. A2 üstə gələk A3 üstə gələk A4 üstə gələk A5 bərabərdir 60. Baxın, tərəf-tərəfə çıxarıb bəzən islah edənlər də olur ki, yəni tərəf-tərəfə çıxdığımız zaman A2-lər, A3-lər, A4-lər gedir. Ancaq A2-dən A1 çıxanda nə verəcək? 1D-ni. A3-dən A2 çıxdıq 1D-ni. Növbəti yenə 1D və 1D bərabərdir 32. Yəni 4D bərabərdir 32-dirsə, buradan D də bərabərdir 8-ə. Növbəti A7 üstə gələk A23 bərabərdir 6 üstə gələk A19-dursa. A19-u keçirdək sağ tərəfə. A7 üstə gələk A23 çıxılsın A19 bərabərdir 6-ya. A23-dən A9-u çıxdıq. A7 üstə gələk 4-dir. Bərabərdir 6-ya. Yəni bu da bizə verəcək 11-ci həddi A11 bərabərdir 6-ya. İlk 21 həddin cəmini, yəni S21 istəyirlər. A1 plus A21 bölünsün 2 vurulsun 21-dən. A1 ilə A21-in cəminin yarısı bizə A11-i verir. A11 vurulsun 21, yəni həddin qiyməti 6-dır. 6 vurulsun 21-dən 126.
Növbəti. Burada kvadratlar fərqini tətbiq etsək, A5-in kvadratı çıxılsın A1-in kvadratına, A5 minus A1, A5 plus A1 bərabərdir 336 yazaraq hələ ki saxlayıram. Bizə isə A3-ü vermişdi. A3 həm də A5 ilə A1-in cəminin yarısı olduğundan, yəni bu da 14 verilir. A5 ilə A1-in cəminin yerinə 14-ün 2 qatı 28 yazarıq. Yəni bu hissənin qiyməti 28-dir. A5-dən də A1-ə çıxdığımız zaman bizə 4D-ni verir. 4D vurulsun 28, 336-dırsa 112D 336-ya. Buradan D isə bərabərdir müsbət 3-ə. Növbəti S15 çıxılsın S13 bərabərdir 16-dırsa, ilk 15 həddin cəmindən 13 həddin cəmini çıxdığımız zaman, deməli burada qalır 14-cü və 15-ci hədlər. A14 üstə gələk A15 bərabərdir 16. Bu qalsın. Bizdən isə ilk 28 həddin cəmini S28 istəyir. A1 plus A28 bölünsün 2 vurulsun 28-dən. Baxın, indekslər cəmi nə etdi? 29. Burada isə indekslər cəmi nədir? 29. Deməli, bu hədlərin cəmi də bizə 16-nı verir. 16 böl 2 vurulsun 28-dən. İxtisar edərək 16 vurulsun 14. Yəni 15-in kvadratı minus 1. 224. Növbəti ikinci həddi 3 olaraq verirlər. D isə burada A17 çıx. A3 bölünsün 9. A9 çıxılsın A2. A17-dən A3'ü çıxdığımız zaman 14'dir. A9'dan A2'ni çıxdığımız zaman 7'dir. Nisbətləri edəcək 2. Deməli, silsilə fərqi 2 imiş. A8'i tapdıqda A2 üstə gələk 6D'dən, yəni 3 üstə gələk 6 vurulsun 2'dən 15'ə də A8 bərabər etdik. Növbəti 19-cu hədd 30'a bərabər olarsa, silsilənin ilk 37 həddinin cəmini axtarırıq. S37 A1 üstə gələk A37 bölünsün 2 vurulsun 37'dirsə, birinci və 37-ci hədlərin cəminin yarısı bizə A19'u verir. A19 vurulsun 37'dən, 19-cu həddə 30 idi. 30 vurulsun 37. Deməli 111, yanına da 0 əlavə etdik. 1110. A5 ilə, bax şimdi A5 yox, A8 ilə A5 fərqi 5'də 6'dır. Nə verəcək bizə? 3 dənə D-ni. Çünki A8 özü A5 üstə gələk 3D'dir. Bu zaman A5'lər islah gedir, 3D qalır. 5D'dirsə, buradan istəyirsiniz belə qalsın, yəni sırf D-ni tapmağa ehtiyac da yoxdur. A12 çıxılsın A2-də bizə 10D-ni verəcək. Çünki buradakı A12 özü də A2 üzərinə gəlinsin 10D'dir axı. A2'lər islah gedir, qalır 10D bərabərdir. Məcburuq artıq deyəsən buradan D-ni tapmağa. Mən sırf D-ni tapmadım. Çarpaz vursaq 15D bərabərdir 6'ya. Hər tərəfi 3'ə bölsək 5D bərabərdir 2'yə. Yəni D də buradan bərabərdir 5'də 2 və yaxud 0.4'ə aparıb yerinə yazaq. 10 vurulsun 0.4'dən edəcək 4. Deməli, A4, A8, A12 və A16 hədlərinin cəmi 220'dirsə, 4 hədd var burada. 4'ə bölək, indekslər cəminə baxaq. Baxın, bunlar 20, burada da 20, etdi 40. 4'ə bölsək, A10 bərabərdir 55'ə. Növbəti bizdən istədiyi nədir? S19. S19'u A1 üstə gələk A19 bölünsün 2 vurulsun
19-dan birinci və 19-cu hədlərin cəminin yarısı bizə 10-cu həddi verir. A-ın vurulsun 19. Yəni A-nın qiyməti 55-dir. 55 vurulsun 19. Hesablama hissəsi yenə sizə qalsın. A5, A7, A10, A12 bərabərdir 64. Bu dəfə indeksləri toplasaq 12, 24, 24, 10. Deməli, düz hesabladım mı? 12, 24, 10-dan 34, təəssüf ki 4-ə bölünmür. Ancaq belə bir fikir söyləmək olar. Baxın, A5 ilə 12-nin cəmi elə A7 ilə A10-un cəmidir. Çünki indekslər cəminə baxın, ikisində də 17 edəcək. Əgər A5 üstəgələk A12 həm də A7 üstəgələk A10-dursa, onda onların hər birinin cəmi 64-ün yarısından 32 olaraq tapılır. Bunu qoyduq kənara. Bizdən isə S16-nı istəyir. Açaq. A1 üstəgələk A16 bölünsün 2 vurulsun 16-dan. Baxın, birinci və 16-cı hədlərin yarısı olmur. Yəni, ortada qalan həddi yoxdur. Ancaq A1 ilə A16 cəmi elə A5 plus A12 və yaxud A7 plus A10 bunları vermirmi? Ona görə sürətin qiyməti 32-dir. 32-nin yarısı, yəni 16-nı 16-ya vuraraq cavab 256 olaraq tapılır. Və bununla da 20-ci sualımızın sonuna çatdıq. İzlədiyiniz üçün hər birinizə təşəkkürlər.